Mən Sabina Rustamova artıq 10 ilə yaxındır ki, Yaşılada Uşaq Bağçasında icraçı direktor vəzifəsində çalışıram. Sistemli təfəkkürə keçid təlimini noyabr ayında keçmişik və böyük bir fəxr eləyirəm ki, ilk iştirakçılardan biri mən oldum. Çox maraqlı, fərqli bir təcrübə olub mənim üçün. Təlim 5 gündən ibarətdir və hər gün bir-birindən maraqlı bir gün keçir. Təlimdən qabaq bizə instruktaj verilib və orada yazılmışdı ki, təlimə girəndə telefonları təhvil verməliyik. İlk növbədə telefonsuz biraz çətin idi, çünki öyrəşmişik artıq telefonlar həyatımızın bir hissəsidir. Amma yavaş-yavaş öyrəşməyə başladıq, beyin işləməyə başladı və yavaş-yavaş başa düşürsən ki, sən sistemli, planlı düşünürsən. Bu bizim üçün də maraqlı idi. Bu təlim bizə nə verib? O suala mənə elə gəlir ki, düzgün cavab heç kim verə bilməyəcək. Çünki bu təlimi yaşamaq lazımdır, bu təlimdə iştirak eləmək lazımdır. Yəni, mən sizə desəm ki, mən bu təlimdə eşitməyə öyrəndim. Siz mənə deyə bilərsiniz ki, ondan qabaq eşidə bilmirdiniz, doğrudan da eşidə bilmirdim. Artıq özümü də eşidirəm, yanımdakını da eşidirəm. Bu, mənim həyatımda böyük bir dəyişikliklərə səbəb olub. Və uşaqlıqdan bir neçə komplekslərim var idi. Birindən danışacağam. Mən ictimaiyyətin qabağında, bir kütlənin qabağında danışmağa böyük bir kompleks idi, qorxurdum. Amma yəni işlə bağlı məcbur idim. Elə olurdu ki, səhnəyə çıxmamışdan qabaq valeriana içirdim, ya kimlənsə söhbət eləyirdim. Artıq çıxıb danışırdım, amma səsim əsirdi. Və təlimdən sonra bir böyük iclas keçirdim. Danışanda sustum. Sustum və dedim ki, mənə mikrofon verin. Mən artıq mikrofonsuz danışa bilmirəm. Çünki təlimdə bizə icazəsiz və mikrofonsuz danışmaq olmaz idi, danışa bilmirdik. Və təlimdən sonra bu kompleksdən də azad oldum. Hamıya tövsiyə edirəm ki, bu təlimdən, bu fürsətdən istifadə eləsin. Çox maraqlı təlimdir. Heç kim əli boş oradan qayıtmayacaq. Azərbaycanda bu yenidir. Vüqar müəllimə dərin təşəkkür bildirmək istəyirəm. Vüqar müəllim sözün əsl mənasında müəllimdir. Yəni, o bizim üçün həm müəllim, həm ata, həm qardaş, həm dost. Yəni, orada biz yeni bir, gözəl bir ailə qazandıq və həmişə çalışırıq, vaxtımız olanda görüşək, bir yerdə olaq. Hansısa sualımız varsa, Vüqar müəllim həmişə canla başla bizə kömək eləyir. Bu yolda Vüqar müəllimə uğurlar arzulayıram və inanıram ki, birazdan Vüqar müəllimi bütün Azərbaycan tanıyacaq. İnşallah gələcəkdə də xaricdə də çıxar, xaricdə də tanıyarlar.